Əziz dostlar, vaxtilə Teymur Rəcəbov 15 yaşında Harri Kasparov üzərində qələbə qazanmışdı və bu qələbə bütün şahmat dünyasını dağıtmışdı. Həmin qələbədən sonra Teymur Rəcəbovun ətrafında yaxşı sponsorlar peyda olmuşdu və şahmatçının çox yüksək səviyyəyə qalxmasına kömək etmişdilər. Bu il isə 13 yaşlı Xaqan Əhməd dünyanın ikinci şahmatçısı Hikaru Nakamura'ya qalib gəldi. O qələbədən bir neçə aydır keçib, amma Xaqan Əhmədin ətrafında heç bir sponsor yaranmayıb, heç bir kömək edilmir. Bəs bu da Azərbaycanlıdır da. Bu Azərbaycanlı 13 yaşında şahmatçı artıq 14 yaşı olub, düzdür, oktyabr ayında. Axı yüksək səviyyəyə qalxa bilər və bir daha sübut edə bilər ki, bizim ölkədən çox güclü şahmatçılar yaranır və ona kömək lazımdır. Onun mali işlərini həll etmək lazımdır. Ümid edək ki, Xaqan Əhmədə yaxşı sponsorlar tapılacaq və o çox qısa bir müddətdə çox böyük yüksək səviyyələrə qalxacaq. Necə ki, indi dünya şahmat tacını 18 yaşlı Hindistanlı əldə edə bilib.